İnsanları gərək tanıyasan. Tanıyasan ki, onlardan zərbə almayasan. Məsələn, bir nəfər bilirsən ki, yalancıdır, söz deyəndə çox ürəyə almırsan onun sözünü. Ki, bu elə yalan danışır. Onun yalanları səni azdırmır. Bizim bir şeytan adlı da tanışımız var, hamımızın yanımızdadır. Biz onun rəftarlarını, xasiyyətini bilməyimiz lazımdır. Ki, o bizimlə necə davranır. O qədər tanımalıyıq ki, o danışmağa başlayanda, o da danışanda səs eşitmirik. İçərdən elə bilirik, biz danışırıq, biz fikirləşirik, amma o danışır. Məsələ bundadır. Bir var, xaricdən səs eşidəsən, asan olardı. O pıçıldayır, sən də deyirsən, ağlıma belə gəldi. Onu tanıyanda, o danışmağa başlayanda deyirsən ki, sakit ol, bilirəm indi nə deyəcəksən. Əvvəlcədən bilirsən, düşmən tanımaq Allah yol gedənlər üçün vacib şərtdir. Düşməni tanımadan yol getmək mümkün deyil.